Öncəliklə oraq hüceyrə anemiyası tanımlanması, oraq hüceyrə anemiyası dedikdə hemolitik anemiya və damar tıxayıcı krizlərin patogenezində əsas rol oynadığı və sonuçda çoxlu orqan zədələnməsi ilə nəticələnən bir sıra xəstəliklər qrupudur. Və patofiziologiyasında əsasən hemoqlobin S-in polimerizasiyaya uğraması və nəticədə oraqlaşmış hüceyrələrin, eritrositlərin damar tıxanıqlığına səbəb olması və həmçinin hemoliz nəticəsində yaranmış bir sıra orqan zədələnmələri şəklində qarşımıza çıxır. Genetik, az öncə hocalarımız vurğuladı, yəni 11-ci xromosomunda beta-globin geninin 6-cı kodonunda nöqtə mutasiyası nəticəsində yaranır və nəticədə glutamik turşusu valin turşusu ilə əvəz olunur və hemoqlobin A-nın əvəzinə S yaranır. Oraq hüceyrə xəstəliyi dedikdə hemoqlobin S-in iştirak etdiyi və digər homozigot formada və digər hemoqlobinopatiyalarla birgə göründüyü bir sıra xəstəliklər nəzərdə tutulur ki, bunu da bir-birindən diferensiyasiya etmək üçün hemoqlobin elektroforez müayinəsi ilə ayırt edə bilirik. Və xəstəliyin şiddəti homozigot formadan digər, yəni heterozigot formalara S-beta plus talassemiyaya doğru getdikcə şiddəti azalır. Dünyada ümumiyyətlə oraq hüceyrə anemiyası ən geniş yayılmış hemoqlobinopatiyadır ki, və həmçinin Amerika Birləşmiş Ştatlarında və 10 illik bir yeni doğulmuşların skrininqinin aparıldığı bir çalışmada dünyada doğulan, yəni uşaqlardan oraq hüceyrə anemiyası ilə doğulan uşaqların ən çoxu Afrika ölkəsində, Cənubi Amerika və Karib adalarında yüksək olduğu qeyd edilmişdir. Diaqnostikada 3 əsas kriteriyalara görə diaqnostikaya gedirik. Öncə klinik əlamətlər, anamnestik məlumatlar və təbii ki, laborator göstəricilərə əsasən ki, klinik əlamətdə ən önəmli nəzərə alacağımız, ən önəmli bizi bu yola aparan klinik əlamət ağrıdır və təbii ki, bununla yanaşı digər hemolitik anemiyanın olması, dalaqda böyümənin olması və infeksiya meyilliyin olması anamnezdə, yəni ailə anamnezi, etnik mənsubiyyəti diqqətə alınmalıdır və təbii ki, laborator göstəricilərdə, yəni bizim üçün ən oraq hüceyrə anemiyası ola bilərmi dediyimiz periferik qan yaxmada oraqlaşmış hüceyrələrin yaxud da hədəfə bənzər eritrositlərin görülməsidir və son olaraq diaqnozu, yəni hemoqlobin elektroforezi yolu ilə yaxud da oraqlaşma testi ilə diaqnozu dürüstləşdiririk və ehtiyac olduğu durumlarda genetik müayinədə müraciət edə bilərik. Və qeyd edilən ağırlaşmalar, yəni kliniki ağırlaşmalar iki formada qarşımıza çıxır. Kəskin və xroniki formada ki, mən bugün danışacağım kəskin formada qarşımıza çıxan oraq hüceyrə anemiyasının ağırlaşmalarıdır ki, burada əsasən az öncə qeyd elədiyim kimi damar tıxayıcı krizlərin səbəb olduğu kəskin ağrılı krizlər, kəskin döş qəfəsi sindromu, kəskin abdominal ağrılı krizləri, serebrovaskulyar olaylar, priapizm, splenik sekvestrasiya, hepatobiliar krizlər, aplastik krizlər və infeksiyalar şəklində qarşımıza çıxır. Müalicəsində yenə də üç formada yanaşırıq xəstəyə. Burada birinci yerdə hemopoietik kök hüceyrə transplantasiyaını qoymuşam. Çünki yəni son yanaşmalar, müasir yanaşmalar, oraq hüceyrə anemiyası diaqnozu qoyulubsa və əgər uyğun bacı-qardaş donoru varsa, bu xəstə ən erkən müddətdə sümük ili transplantasiyalarına geçsin deyə yöndədir fikirlər. Daha sonra krizlərin önlənməsi, yəni krizlərə yaşamaması üçün önlənməsi məqsədi ilə aparılan müalicələr ki, burada bir sıra preparatlardan danışacağıq və krizlərin idarə edilməsi kimi müalicə üsulumuz, yəni üçüncü olaraq müalicə yanaşmamız vardır. Ümumiyyətlə, yəni rast gəlmə bu krizlərin rast gəlmə tezliyinə görə uşaqlarda ən çox kəskin ağciyər sindromu, yüksək hərarət, asma, splenik sekvestrasiya şəklində qarşımıza çıxırsa, yetişkinlərdə isə daha çox serebral vaskulyar olaylar, dərin vena trombozu, pulmonar emboliya, vaskulyar nekroz, infeksiyalar və öd daşı şəklində qarşımıza çıxır.
Və az öncə qeyd etdiyim kimi, yəni ən önəmli klinik ağırlaşma ağrı krizinin olmasıdır ki, bu 1-2 gün xəstədə prodromal əlamətlər şəklində zəif ağrı ilə başlayır və gedərək 3-cü günündə şiddətlənən və ümumiyyətlə ortalama bir həftə müddətində davam edən ağrı krizi şəklində qarşımıza çıxır ki, burada da bir sıra, yəni ağrının yaranması üçün bir sıra risk faktorları var ki, buradan da ən önəmlisi xəstə ilə bağlı olan risk faktorlarıdır. Analgetiklərin tətbiq qaydası, yəni bu xəstələr xroniki xəstələr olduğu üçün ilk öncə xəstə təlimatlandırılması aparılmalıdır. Yəni xəstəyə bu ağrıların başlandığı müddətdə evdə edə biləcəyi yardımlar izah olunmalıdır xəstə və ya xəstə yaxınına ki, bu istinin tətbiqidir, yaxud da maye qəbuludur və oral analgetiklərin evdə qəbul qaydasını izah etmək lazımdır. Və təbii ki, əgər keçməyən ağrı varsa, mütləq ki, xəstəxanaya müraciət edir və müraciəti zamanı da təcili olaraq, yəni ən qısa müddətdə analgetikin tətbiqinə başlanılmalıdır. Çünki stres artdıqca ağrı krizi daha da şiddətlənir. Və yanaşı olaraq ilk tövsiyələr nazal və yaxud da dəraltı analgetiklərin tətbiqidir ilkin müdaxilə zamanı, amma təəssüf olsun ki, bizim ölkədə bu əlçatan deyil. Və mən burada Türkiyə Hematoloji Dərnəyinin ən son oraq hüceyrə anemiyatanı və tədavi kılavuzunun da yayınlanmış analgetik tətbiqi kılavuzunu yerləşdirdim. Yəni biz də bundan asanlıqla istifadə edə bilərik. Və kəskin ağciyər sindromu ağrı krizindən sonra ən çox rastlaşdığımız, ən çox gördüyümüz bir klinik vəziyyətdir. Uşaqlarda daha çox infeksiya bağlı olsa da, böyüklərdə əsas yaranma səbəbi infarktlar yaxud da pulmonar emboliyalardır ki, böyüklərdə daha çox həyatı təhdid edici bir kriz hesab edilir. Və bir kor çalışmada, kəskin ağciyər sindromu zamanı transfuziyaların aparılması yatış müddətini qısaltdığını göstərir və buna görə də müalicəyə gedişatında ehtiyac varsa, yəni orta və ağır xəstəlik dediyimiz durumda sadə transfuziyanın yaxud da exchange hemotransfuziyaların aparılması bu zaman göstərişdir. Kəskin abdominal ağrı krizi əsasən patogenezində mezenterik damarlarda tıxanıqlığın yaranması və ya vertebral sinir kök hüceyrələrinin sıxılmasına bağlı baş verir və burada diqqətə alacağımız ən önəmli faktor kəskin qarın sindromu ilə qarışdırıla bilər ki, bu zamanda ultrasəs müayinəsi bizdə diaqnostika üçün yardımcı olur. Serebrovaskulyar olaylar, yəni növbəti rastlaşa biləcəyimiz və ən təhlükəli hesab etdiyimiz bir ağırlaşmasıdır ki, 3 formada qarşımıza çıxır. Serebral infarktlar, hemorragiyalar və səssiz infarktlar şəklində. Serebral infarktlar əsasən uşaq yaşlarda, 2-5 yaş arası uşaqlarda görülsə də, intrakranial hemorragiyalar daha çox böyük yaşlarda qarşımıza çıxır. Və burada serebral infarktın transkranial ultrasəs müayinəsi ilə diaqnostikası və izlənməsi, daha doğrusu risk qrupunun ayırd edilməsi və xəstə təqibində önəmi qeyd olunmuşdur və izlənmə şəkli qeyd olunmuşdur və aşın önərisi bir dəfə serebral infarkt keçirtmiş xəstə yaxud da yüksək risk altında olan xəstəyə 1 il xroniki transfuziyanın tətbiqi ki, hemoqlobin S səviyyəsini 30%-dən aşağı tutmağa çalışırıq və daha sonra tolerə edə biləcək dozada hidroksuriyanın tətbiqinə başlanılması tövsiyə olunmuşdur. Priapizm rast gəldiyimiz daha bir kriz durumudur ki, əsasən yeniyetmə və yetişkinlərdə qarşımıza çıxır və priapizm ataklarının təxminən 74%-i təkrarlayıcı olur. Yəni, bir dəfə varsa bu xəstə təkrar müraciət edəcək deyə nəzərimizdə tutulur və yenə də
analgetiklərin tətbiqi, maye hidrasiyası müalicəsində və burada isə diqqətə alacağımız daha bir durum 4 saatdan uzun çəkən priapizm zamanı mütləq uroloq konsultasiyası istəyirik və uroloqun müdaxiləsinə ehtiyac olur və bu xəstələrə də kriz zamanı sadə transfuziya yaxud da exchange transfuziyanın aparılması tövsiyə edilir. Splenik sekvestrasiya və hepatik sekvestrasiya daha bir ağır formada qarşımıza çıxan bir klinik durumdur ki, yəni bu zaman splenik sekvestrasiyada 2 qram bazal hemoqlobin səviyyəsindən 2 qram desilitrdən çox enməsidir hemoqlobin səviyyəsini, eyni zamanda splenomeqaliya görürük xəstələrdə və bu zaman təcili olaraq eritrosit kütlə transfuziyası, yəni tövsiyə edilir bu xəstələrdə və yenə də bu xəstələrdə bir dəfə sekvestrasiya krizi yaşayıbsa, təkrarlama ehtimalı yüksəkdir və hepatik sekvestrasiyada isə yenə də yəni burada diaqnostika aparılır. Əsasən sağ qabırğaaltı nahiyədə kəskin ağrının və hepatomeqaliyanın olması ilə diaqnostika, yəni bu haqda düşünməyə vadar edilir. Aplastik kriz əsasən uşaq yaşlarda görülür və adətən hipertermiyadan sonra və parvovirus B19 virusuna bağlı qarşımıza çıxır daha çox. Adətən 10 günə spontan düzəlir, amma burada da yəni ehtiyac varsa eritrosit kütlə transfuziyası aparılır və burada önəmli, yəni diqqət çəkən bir durum da trombositlərin və leykositlərin yəni bundan təsirlənməməsidir. Və infeksional ağırlaşmalar isə qarşımıza yəni dalağın funksiyasının və makrofaqların funksiyasının pozulması səbəbindən qarşımıza çıxır ki, burada infeksion profilaktika 2 istiqamətdə aparılır. Peyvəndlənmə və antibiotik profilaktikasının düzgün şəkildə aparılması. Yenə də peyvəndləmə proqramında Türk Hematoloji Dərnəyinin tədavi kılavuzundan istifadə etmişəm. Və burada bir məqama toxunmaq istəyirəm ki, Baby Hug çalışmasında nəticəsinə görə hidroksuriyanın peyvəndləmə cavabına təsiri olmadığı bildirilmişdir. Və antimikrob profilaktikası isə 5 yaşa qədər uşaqlarda penisilin preparatı, oral penisilinlə aparılması tövsiyə olunur ilk etapda və təbii ki, penisilin allergiyası varsa yaxud da əlçatan olmadığı durumlarda digər alternativ preparatlardan da istifadəsi mümkündür. Və hipertermiyal xəstəyə yanaşmada mütləq, yəni burada diqqətə alacağımız 2 məqam var ki, hipertermiya ilə müraciət edən bütün xəstələrdə istər viral infeksiya düşünmək, yəni bunun üçün bir şübhəli durumumuz olsun, yaxud lokal bakteriyal infeksiya olduğu durumlarda belə mütləq empirik antibakteriyal terapiyaya gecikmədən başlamalıyıq. Və ikinci diqqətə alacağımız durum hipertermiyal xəstəni nə zaman yatışı alaq, yəni hansı durumda stasionar yatışı alaq. Mütləq ki, 1 yaş altında bütün uşaqlar hipertermiya ilə müraciət olunubsa stasionar yatışı almalıdır və eyni zamanda hemodinamik pozuntuları olan, yaxud da ağciyər sindromu, meningit şübhəsi olan xəstələrdə stasionar yatışı düşünməliyik və həmçinin laborator göstəricilərində, yəni leykosit sayının yüksək olması, hemoqlobin sayının çox aşağı olması, trombositopeniyanın olması stasionar yatışı tələb edən durumlardandır. Və burada oraq hüceyrə anemiyasında krizlərin önlənməsi üçün istifadə olunan bir sıra preparatların və etiopatogenezinə görə, yəni daha doğrusu təsir yerinə görə qruplaşmış bir sxemdir. Yəni burada hemoqlobin F-in induksiyası, gen terapiyası, komplement inhibitorları, antiateziv preparatlar şəklində yəni qruplaşdırılmışdır. Hidroksuriya yəni hələ də 1998-ci ildən onay almış olmağına baxmayaraq hələ də oraq hüceyrə anemiyasında oraqlaşma krizinin önlənməsi üçün ilkin seçim preparatı olaraq qalır və son deməli 2024-cü ildə FDA tərəfindən oral məhlulu, yəni hidroksuriyanın 6-24 aylıq uşaqlar üçün onay almışdır.
Yəni dozalanması haqqında çox da ətraflı danışmayacağam, hamımız bilirik. Yəni burada vurğulamaq istədiyim başqa nüanslar var. Hidroksuriyanın toksiklik kriteriyalarına diqqət çəkmək istəyirəm ki, yəni bu kriteriyaları gördüyümüz zaman ancaq hidroksuriyanı, yəni cavab aldığımız xəstələrdə təbii ki, yəni bu toksikliyə qədər davam etməliyik qəbulunu və başlanğıc dozadan mütəmadi artıraraq böyüklərdə 35 mq kiloqram gün maksimal dozaya, tolerə edə biləcəyi maksimal dozaya qədər artırılmalıdır və az öncə hocamızın qeyd elədiyi, yəni yan təsirlərinin olmağına baxmayaraq, əgər cavab almışıqsa xəstədə bunu uzun müddətli istifadə edə bilərik deyə yəni çalışmalarda bildirilmişdir. Və hidroksuriyanın effektivliyi dozanın müntəzəm qəbulundan asılıdır və əgər bir dozanı atlamışsa xəstə 2 qat doza qəbul etməməlidir. Yəni və klinik cavabın olmamasını yoxdur deməyimiz üçün ən az 6 ay xəstə bu preparatı qəbul etməlidir və hemoqlobin F-in səviyyəsinin yüksəlməməsi də preparatın effektiv olmaması üçün bir göstərici deyil. Və xəstəxanaya yerləşdirmə zamanında hidroksuriya preparatı yəni mütləq qəbulu davam etdirilməlidir. Növbəti preparatımız L-glutamin. Bu da oksidasiya reduksiya prosesində yəni əsas kofaktorudur ki, bu eritrositlərin oksidativ rezistentliyini artırır bu prosesin dəngədə olması və 5 yaşdan yuxarı xəstələrdə tövsiyə olunan, yəni önəmli bir preparatlardandır və tövsiyə olunan doza farmakoloji forma isə saşe formasıdır ki, bu da təəssüf ki, bizdə Azərbaycanda əlçatan deyil. Voxilator hemoqlobin S polimerizasiya inhibitorudur ki, bu da 2019-cu ildə FDA tərəfindən onay almışdı bu müalicənin gedişatında. Lakin son çalışmalarda effektivliyinin az olması, effektiv olmaması yönündə sonuçlara varmışdı və buna görə də Avropa və Amerikada yəni geri çəkilmişdi qəbulu amma hələ də bu yöndə çalışmalar davam etdirilir. Krizanlizumab daha bir önəmli preparatdır. Məncə yaxın gələcəkdə daha geniş istifadəsi tətbiq ediləcək ki, 2019-cu ildə 16 yaşdan yuxarı şəxslərdə FDA onay almışdı və dozalanması yəni qeyd elədiyim şəkildə aparılır. P-selektin inhibitordur, yəni monoklonal antikorudur və sustain faz 2 çalışması, yəni faz 2 çalışmaları əsasında bu nəticəyə gəlinmişdir. Yəni ən yüksək doza 5 mq kiloqram olaraq tövsiyə edilir bu çalışmaya əsasən. Və burada bu çalışmanın nəticəsinə əsasən, yəni bu preparat hidroksuriya ilə yanaşı qəbulu zamanı daha effektiv olduğu göstərilmişdir. Və daha bir çalışma, bu da faz 2 mərhələsindədir. Uşaqlarda tətbiqi, 6-12 yaş uşaqlarda tətbiqi bu preparatın və burada çalışmanın nəticəsində qeyd olunmuşdur ki, yan təsirləri böyüklərdə görüldüyü qədərdir, yəni daha yüksək deyildir və uşaqlarda da tətbiq ağrı krizlərinin azalması məqsədi ilə istifadə edilə bilər. Və transfuziya göstərişləri var, kəskin və xroniki göstərişlər. Bu da kəskin, az öncə qeyd elədiyim krizlər zamanı, kəskin ağciyər sindromunda, təkrarlayıcı sindromlarda xroniki transfuziya şəklində aparıla bilər. Və ən son qeyd eləmək istəyirəm kök hüceyrə transplantasiyası göstərişlərini az öncə də qeyd eləmişdim. Yəni uyğun bacı-qardaş donoru varsa, yəni gecikmədən məktəbə qədər, yaşa qədər xəstələrin transplantasiya olunması tövsiyə olunur. Amma uyğun donoru yoxdursa, artıq yəni bu xəstə göstərilən kriteriyalara görə seçilməlidir və göstəriş varsa yönləndirilməlidir. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.